Əziz dostlar, qarşıdan Qurban Bayramı gəlir. Bu bayramı uşaqlara necə izah eləmək lazımdır? Bu gün bu barədə danışacağıq. 3 yaş dövrünə böləcəyik. Başlayaq 0-6 yaşdan. 0-6 yaşda uşaqda mücərrəd təfəkkür inkişaf etmir. Yalnız konkret təfəkkürü var və dünyanı konkret təfəkkürü ilə qavrayır. Bu da nə deməkdir? Tutaq ki, dost deyirsən, dostun nə olduğunu bilər, amma dostluğun nə olduğunu bilməz. 6 yaşına qədər uşaqlar kəsim prosesində iştirak etməməlidirlər. Heyvan kəsimini gözləri ilə görməməlidirlər. Kəsilmiş heyvanda görməməlidirlər. Alınlarına kəsilmiş heyvanın qanı sürtülməməlidir. Yəni Qurban Bayramı ət bayramı kimi təqdim edilməməlidir uşağa. Çünki bu yaşda uşağı maraqlandıran o deyil. Bu yaşda uşaq ancaq işin əyləncə hissəsi ilə maraqlanır. Əgər Qurban Bayramını sevdirmək, ümumiyyətlə bayramları sevdirmək istəyiriksə, uşaqların əyləncə anlayışına və əyləncə maraqlarına cavab verməyə çalışmalıyıq. Uşaq bu yaşda mücərrəd təfəkkürü inkişaf eləmədiyinə görə, məsələn, ona Qurban hekayəsi danışmağı da tövsiyə eləmirik. Qurban Bayramının tarixi, Qurban Bayramı hardan ortaya çıxdı? İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə apardı. İsmayıl buna boyun əydi, təslim oldu, təvəkkül etdi. Allah bunun əvəzində İbrahim Peyğəmbərə qoç göndərdi. Bunların heç birinin hikmətini uşaq bu yaşda anlaya bilməz. Onun fikri qalacaq orada ki, bir adam oğlunu niyə başını kəsməyə aparsın ki? Oğlan yazıq, yəqin çarəsiz qalıb uşaq başını uzat. Tamamilə konkret fikirlərlə düşünəcək. Ona görə də bunu dərk etməyəcək. Siz bəlkə bu hekayəni ona danışanda o hə eləyə bilər, başa düşmüş kimi görünə bilər. Sizə deyirsən, nə yaxşı oldu, övladım bunu anladı, amma elə deyil. Əmin olun, o sizin anladığınız kimi anlaya bilməz. Ki burada buna da diqqət eləmək lazımdır ki, uşaq bu kəsim proseslərini televizor, telefon vasitəsilə də izləməsin. Çünki uşaq bunu şiddət kimi qavrayır və bu onun şuur altında iz buraxır. 6-12 yaş dövründə bayram yenə uşaq üçün bir əyləncədən ibarətdir. Amma istər-istəməz getdikcə də böyüyür deyə mərasimlərdə daha yaxından iştirak eləyə bilər. Yəni tutaq ki, siz ət paylayan bir ailəsizsə, kəsim yerinə getməməlidir. Belə bir şey tövsiyə eləmirik. Heyvanın kəsimini yenə də görməməlidir. Çünki hələ mücərrəd təfəkkür açılmayıb, inkişaf eləməyib. Ancaq ət paylama prosesində, xeyriyyə proseslərində, tutaq ki, kim gələrsə qonaq gedəsiz, yazsa gəlir. Buralarda iştirak eləməsində heç bir problem yoxdur. Tam tərsinə bu tövsiyə olunan bir şeydir. Uşağın etdiyi işin xeyirxahlıq olduğunu demirik, çünki o bunu dərk edə bilməz. Amma xeyirxahlıq işini görmüş olur. Gəldik 12 yaşdan yuxarıya. Burada artıq mücərrəd təfəkkür inkişaf edib, yəni açılıb və inkişaf etməyə başlayır. Ona görə də burada artıq heyvanın kəsilmini görməkdə bir problem yoxdur. Amma bunu da deyək ki, şərt deyil ha görməsi. Mütləq uşağın təbiətini nəzərə alın. Yəni uşağınızın həssaslıq dərəcəsi nə qədərdir? Bax bunu nəzərə alın. Qız-oğlan fərqini nəzərə alın. Yəni qızların daha həssas ola biləcəyini düşünün. Uşağınızda təşviş varmı, nevrotik müəyyən simptomlar varmı? Bax buralara diqqət eləyin ki, zərər görməsin. Mütləq buna görə dəyərləndirin. Belə əziz dostlar, uşaqların zərər görməyəcəyi, travma almayacağı, çox sevinəcəyi, çox əylənəcəyi bir bayram olması ümidi ilə Qurban Bayramınız mübarək olsun.